Bu prosesdə qazın minimal temperaturu 227 dərəcə Selsi olmuşdur. Bu qazdakı maddə miqdarını hesablayın. 227 dərəcə Selsini Kelvinə çevirək. Açdırıq bərabərdir. Bu hissəyə baxsaq, minimal temperatur 500 Kelvindirsə, buradan bura gələndə təzyiq 2 dəfə artdığı üçün temperaturda 2 dəfə artacaq, olacaq 1000 Kelvin. Sonra bu nöqtədə isə təzyiq sabit qalıb, həcm 1.5 dəfə artıb, 20-dən gedib 30-a. Onda temperatur da 1.5 dəfə artacaq, düz mütənasib asılıdır. 1500. 1500 minus 1000-dir. Bərabərdir. Təzyiq 200 kilopaskaldır, yəni 200 vurulsun 10 üstü 3. Delta V'ni də yazaq. P delta V də işin düsturudur. Həcmin son qiyməti 30, başlanğıc qiyməti 10, yox 20. Vur, litrdə metrin kubuna çevirmək üçün 10 üstü mənfi 3-ə vuracaq. Niyə vurulsun 4000 bərabərdir 2000. Niyə də bərabər olacaq 2000 bölünsün 4000. 2-də 1, 0.5.